dildən yalnız ifadə etmək tələb olunur. Yəni, bu yazıq dilin üstünə həmişə insanlar çox yüklənərlər. Dilinsə işi tərcümanlıqdır, ürəyin tərcümanlığıdır. Ürəkdə bir şey olsun ki, dil tərcümə eləsin də. Bəli. Bütün bu şey budur. Savadlı adam müdaxilə eləməsən danışan kuklaya dönəcək. O danışmaq öyrənir. Onun bütün gücü danışmaqdadır, danışmaqla təsir etməkdədir. Halbuki təsir edən arqument dil deyil, ürəkdir. Sənin sözlərin gücünü, təsirini, etkisini, hamısını sənin ürəyindən alır. Sir ürəkdədir, bəlağət vasitələrində deyil, səsin modulyasiyalarında, bilməm, intonasiyasında, tembrində deyil, ahəngində deyil. Təsir edən şey ürəkdir. Adamlar həmişə bunu qaçırırlar. Həmişə zahiri şeylərə ilişirlər, əsas şey onlar üçün gizli qalır. Ona görə müdrik Konfutsi o əsas şeyi nişan verir ki, ürəyinizi zənginləşdirin. Ürəyinizin deməyə sözü olsun, dil nə qədər başarıqsız olsa da bu işdə, yenə də bir təhər ifadə eləyəcək. Hətta lal olsan belə, ürəyivin deməyə sözü varsa, sənin sükutun da çox bəlağətli olacaq. Siz aktyorlar bilirsiniz, pauza saxlayan aktyor, mesela Smaktunovskidə var idi elə bir xüsusiyyət, hər oğlun işi də deyil, pauzu tutmaq. Onun üçün gərək aktyorun ürəyinin potensiyası olsun, xarizması olsun. Axmaq adamın pauzası da elə axmaqdır. Müdrik adamın pauzası müdrikdir. Ona görə də bu dillə bağlı məsələnin ən önəmli hissəsi ürəklə bağlıdır.